yazı pozu işin zəmanəsin o kitab bağlandı, getdi rəfə. Yazı pozu işi yoxdur. İndi hər şeyi kompüter sistemindən eləyirlər. İndi hər şey yapay zəka. Xaricdə marketə girmişik Parisdə. Parisdə idi. Marketə girmişik qızlarla. Mən marketdə işçi tapmadım. Mən soruşam ki, şokolad tərəfdədir. Hər şey kompüter sistemi ilə. Özün gedib alırsan, gətirib çəkində özün vurursan, pul da orada kartı ödəyib çıxırsan çölə. 1-2-3 nəfər var ki, axıran kimi belə gəzir orada. Və salam. Harada qalmışsınız? Neçənci ildəsiz sən Allah? Yazı pozu işi no. Həyatım no. Yoxdur. Mobil nömrəm səhifəmdə var. Yazın, bu iş satış işi deyil. Siz görmüsünüz məni bugünə qədər əlimə məhsul alım deyəm. Ay qalmadı. Ay gəlin bunu alın. Yox. Canım mənim, məhsulu şirkətdən alırsınız. İnsanlar məhsulu gəlir şirkətdən, qeydiyyatdan keçirir, alır. Mən də bonusumu şirkətdən alıram. Mən tövsiyəçi marketoloqam. Tövsiyə edirəm. İnsanlara deyirəm ki, gəlin bunu için sağlam həyat tərzi keçirin. Sağlam yaşayın. İnsanlar da gəlir, bir nəfər alır, bütün nəsli gəlir alır bunu məndən. Və bunu düşünün. Bu xanım 16 ildir Azərbaycanda bunu nə qədər alacaqlar? Keyfiyyətsiz bir məhsul almazlar. Bəli, amma keyfiyyətli məhsul hər zaman müştərisi var. Hələlik.